İman insanın qəlbindədir. Amma belə bir deyim var. İman ürəkdə doğular. Çünki ilki iman ürəkdən başlayır da. İmam Əli əleyhissalamdan soruşurlar ki, məl iman. İman nədir? Həzrət buyurur, iqrarun bil lisan. Dildə iqrar eləməkdir. Təsdiqun bil qəlb. Qəlbdə onu təsdiqləməkdir. Çünki dili ürək həmişə təsdiqləmir. Dildə demək bir, qəlbin təsdiqləməsi və ərkanun bil əməl. Üçüncüsü də əməldə onu göstərmək. Deməli, iman ürəkdə doğulur, əxlaqla böyüyür, əməldə kamilləşir. Sən əməli şəkildə onu etmiş olsan, o kamil halına gəlib çıxar.